Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatətinə Səbail rayon məhkəməsində baxılıb. Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. Məlumatı eks-icra başçısının vəkili Elvin Əliyev saytımıza təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib. Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin Balakən rayon icra hakimiyyətində keçirdiyi əməliyyatla həbs edilib. Hazırda külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.